Bismillahirrahmanirrahim. Allahumma salli ala Muhammed və əl Muhammed və accil faracahum. Hər birinizi salamlayıram dəyərli izləyicilər. Qədirxum bayramı münasibəti ilə bütün müsəlmanları, başda İmam Zaman ağa olmaqla bütün müsəlmanları təbrik edirik. Və bu gözəl bayram, mühüm bayram ki, bütün müsəlmanlar, nəinki bütün müsəlmanlar, bəlkə bütün bəşəriyyət bu bayramı gərək qeyd etsin. Həqiqətən də çox mühüm bayramlarımızdandır. Amma çox təəssüflər olsun ki, tarix boyu kölgədə qalıb. Və müsəlmanlar, hətta şiələr arasında belə haqqı əda olunmuyub bu Qədirxum bayramının. İnşallah Allah bizə tövfiq versin. İmam Zaman ağa zuhur etməmişdən qabaq bu Qədirxum bayramının haqqını əda etmiş olaq. O gün Kazım qardaşımla, Şeyx Kazım qardaşımla inşallah istəyirik bugünkü verilişimizdə Qədirxum barəsində danışaq, müzakirə edək və bəzi məsələlərə toxunaq. Azərbaycan xalqının Qədirxum tarixindən, keçmişindən danışaq və indiki zamanda Qədirxum niyə bu qədər kölgədə qalmalıdır? Bu məsələlərə toxunaq inşallah. Gündəm formatlı olsun bizim verilişimiz inşallah. Kazım qardaşla inşallah başlayarıq müzakirəyə. İnşallah Kazım, siz də salamlaşın, siz də öz dualarınızı, öz fikirlərinizi bildirin. İnşallah başlayaq müzakirəyə. Bismillahirrahmanirrahim. Mən də sizi və hörmətli izləyicilərimizi salamlayıram. Mübarək Qədirxum bayramı münasibəti ilə bütün müsəlmanları, məxsusən də hörmətli xalqımızı, Azərbaycan xalqını təbrik edirəm. Bəli, çox gözəl buyurdunuz. Qədirxum bayramı çox möhtəşəm şəkildə qeyd olunmalıdır və çox əhəmiyyətli bir bayramdır. Azərbaycan xalqımızın bir neçə dini bayramı var. Onlardan biri də Qədirxum bayramıdır. Qədirxum bayramı İmam Əli əleyhissalamın vilayəti ilə bağlı, imaməti ilə bağlı bir bayramdır. Bildiyiniz kimi Azərbaycan xalqının bir neçə mühüm dini bayramı var. Onlardan da biri Qədirxum bayramıdır. Qədirxum bayramı Həzrət İmam Əlinin vilayət və imaməti ilə bağlı bir bayramdır. Bu bayramın əhəmiyyət və dəyəri, fəziləti İmam Əlinin vilayət və imaməti ilə ölçülməlidir. Allah Teala Quran-ı Kərimdə buyurur, bu mövzuda buyurur: Ya eyyuhər rəsul, bəlliğ ma unzilə iləykə min Rabbik. Ey Peyğəmbər, sənə nazil olan, Rəbbin tərəfindən sənə nazil olan o vəhyi insanlara çatdır. Mövzu, bu vəhiy nə ilə bağlı idi? İmam Əli əleyhissalamın Peyğəmbərdən sonra imamət və vilayəti ilə bağlı idi. Ayənin davamında Allah Teala İmam Əlinin vilayətinin əhəmiyyəti barəsində buyurur və inləm təfəl, əgər çatdırmasan, Əli ibn Əbi Talibin vilayətin, imamətin insanlara çatdırmasan, fəmə bəlləğtə risalətə, ümumiyyətlə dini və risaləti çatdırmamısan, vəzifə və əməl etməmisən. Dinin əhəmiyyətli ibadətlərindən biri oruc və namazdır. Dinin sütunu sayılır. Belə bir dəyəri çatdırmamısan insanlara. Ümumiyyətlə belə deyək, dinin əsası sayılan təvhidi həqiqətləri insanlara çatdırmamısan. Vilayət təvhidlə çox bağlılığı var. Allahın malikiyyətdə təvhid, rububiyyətdə təvhid prinsipinə əsasən biz deyirik ki, gərək imamı Allah təyin edə. Belə bir əhəmiyyəti var bu bayramın və belə bir dəyəri var. Quranda Maidə surəsində Allah Teala Qədirxum bayramı ilə bağlı bir ayədə buyurur: Əl-yevmə, yəni bugün, Qədirxum günü. Yəisəl-ləzīnə kəfəru min dinikum. Bugün kafirlər sizin dininizdən, siz müsəlmanların dinin aradan aparmaq, təhrif etməkdən məyus oldular. Tarixdə gəlib ki, Məsihi və Yəhudilər bu ayəni gördükdə bu cümləni deyirlər: əgər bizim dinimizdə belə bir gün Allah tərəfindən təyin olsaydı, mütləq o günü bayram keçirdərdik. Əziz möminlər, əziz müsəlmanlar, Yəhudi və Məsihi bu günün əhəmiyyətin və dəyərin başa düşür
Necə olur ki, biz başa düşməyək? Bu gün elə bir gündür ki, bu gün Allah düşmənləri məyus olub. Allah düşmənləri naimid olub. Bu gün elə bir gündür ki, haqq cəbhəsi, batil cəbhəsi, haqq cəbhəsi qalib olub. Batil cəbhəsi məğlub olub. Bu gün elə bir gündür ki, bu gündə Allahın düşməni olan, bəşəriyyətin düşməni olan iblis narahat olub, nalə çəkib, məyus olub. Odur bu günü möhtəşəm şəkildə qeyd etməliyik. Bu günün, bu bayramın möhtəşəm şəkildə keçirilməsi üçün təbliğ etməliyik və bu yolda hər nə qədər bazarlıqsa pul xərcləməliyik. Qazım qardaşım, qəşəng nöqtələrə toxundunuz həqiqətən. Qədrxumun əhəmiyyəti barəsində danışdınız və mən də neçə dənə cümlə əlavə edeyim məsələlərə, bu mövzuya. Əvvəldə Qədrxum bayramı vilayət bayramıdır. Bəli. Vilayət ümumiyyətlə nədir? Bu barədə danışaq, görək vilayət nədir ki, Qədrxum bayramı bu qədər əhəmiyyətlidir. Qədrxumun əhəmiyyəti elə onun vilayətin əhəmiyyətinə görədir. Vilayət Allah Quranda neçə yerdə bizə vilayət məsələsinə toxunur. Maide surəsi 55-ci ayə ki var, məhz vilayət ayəsi adlanır. Ki Allah həmin ayədə elə Həzrət Əleyhisselamın birbaşa Həzrət Əleyhisselamın vilayətin bizə çatdırır. Əuzu billahi mineşşeytanirracim və innəmə vəliykumullah və rasuluhu vəllezine amenu'llezine yuqimunus-salate və yu'tunuz-zakate və hum rakiun. Ki Allah buyurur ki, sizin vəliniz Allah, onun rəsulu və namaz qılıb ruku halında zəkat verən şəxslərdir. Əhl-i sünnə mənbələrində demək olar ki, bu məsələyə toxunublar. Deyiblər ki, bu Həzrət Əli Əleyhisselam barəsində nazil olub. Ki, mən mənbələrdə qeyd eləmişəm, vaxt olsa deyərik. Həzrət Əleyhisselam barəsində nazil olub bu ayə və Allah burada və burada ki və hum rakiun deyir. Yəni Həzrət Əleyhisselam məsciddə namaz qılırdı. Bir nəfər fəqir daxil olur içəri və müsəlmanlardan kömək istəyir. Həzrət Əleyhisselam ruku halında barmağını uzadır, işarə edir ki, gəl üzüyümü çıxart. O fəqir gəlir üzüyünü çıxardır və Allah bu hadisəyə görə ayə nazil edir ki, sizin vəliniz Allah, onun rəsulu və ruku halında zəkat verən şəxslərdir. Sünni və Şiə mənbələrinə əsasən mənbələrində elə geri düşmüşlər. Əli Əleyhisselam barəsində nazil olub. Bəli, məsələn mən bir iki dənə nöqtə. Məşhur ayədir. Çox barəsində çox söhbət olunub. Bəli, məsələn mən Ruhul Məani Alusi yazıb bu təfsiri. Məsələn deyir ki, əl-ayə ində muazzəmil muhaddisin nəzələt fi Ali kərramallah vəchəhu. Bəli. Deyir, bu ayə yəni böyük mühəddislərin nəzərində Həzrət Əleyhisselamın şənində nazil olub. Məsələn biri budur. Məsələn Alusi bu cür deyir. Sair mənbələr də var. Və sair mənbələr də var ki, məsələn Təftəzani Şərhül Məqasid kitabında deyir ki, nəzələt bi ittifaqil müfəssirin fi Ali ibn Əbi Talib əleyhissalam. Təftəzani burada deyir ki, yekdir olaraq təfsirçilər deyirlər ki, bu ayə Həzrət Əleyhisselam barəsində nazil olub. Fəraldı mən bunlara işarə edirdim. İşim yoxdur bunlarda. Yəni sözümüz canı budur ki, Allah Qur'an-ı Kərimdə vilayət məsələsinə təkid edib. Və neçə dənə ayə var ki, Həzrət Əleyhisselamın vilayətini çatdırır. Allahın öz vilayətini çatdırır, Peyğəmbərin vilayətini çatdırır. Hey təkid edir bu məsələyə. Ki Allahın vilayəti, Peyğəmbərin vilayəti, Həzrət Əleyhisselamın vilayəti, vilayət çox mühüm məsələdir. Buradan görünür ki, vilayət çox mühüm məsələdir. İlahi rəhbərçilik. İlahi rəhbərçilik. İndi adını qoyaq, ilahi rəhbərçilik. İndi biz buna əgər fəlsəfi baxışdan baxsaq, belə bir dənə izah vermək olar ki, vilayəti ümumiyyətlə Allah bu dünyada zəiflərin haqqını güclülərə və qüvvətlilərə tapşırır. Məsələn, fiqhimizdə də var da, bir uşaq yetkinlik yaşına çatana qədər onun vəlisi atasıdır, valideynidir. Onun vəlisi deyirik ona fiqhdə. Həmin vilayət sözündəndir də vəli. Bəli. Və yaxud da bir nəfər dəlidir. Məsələn, ağlı gedib dəli olub, özünü idarə edə bilmir. Allah buna vəli təyin eləyir. Onun atasını, valideynini buna vəli təyin eləyir. Buna sahib təyin eləyir ki, bunu idarə etsin. Allah Quranda buyurur, deyir, Entumul fuqarau ilallah, siz Allaha möhtaçsınız, fəqirsiniz.
Ondan sonra xuluqal insan zəifə, Allah insanı zəif yaradıb. Yəni ümumiyyətlə bəşəriyyət zəif, yəni zəif məxluqdur. Bu dünya aləmi zəif, yəni yaradılışdır. İnsan özü də zəifdir. Belə olduğu təqdirdə Allah gərək bir nəfər öz tərəfindən nümayəndə olaraq bir nəfər qüdrətli varlıqlarını bizə rəhbər və yol göstərən təyin etsin. Buna deyirlər vilayət. Daha bir nəfər bizim kimi zəif olan bir nəfər çıxıb ortaya düşə, gələ deyə ki, mən sizin vəliyinizəm, mən sizin rəhbərinizəm. Onda aləmi vurar bir-birinə. Niyə? Çünki özü də zəifdir, özü də möhtacdır. Özü də ehtiyacı var ki, idarə olunsun. Çünki bu adam hələ insanlar adətən bu cürdə Allah Quranda nə deyir? Nəfs-i əmmarə insanı pisliklərə dəvət eləyir. Yəni demək olar ki, insanlar öz başlarına qalsalar nəfs əmmarələrinin köləliyindən çıxa bilmirlər. Və ilahi vəlini Allah, bizim malikimiz olan, xaliqimiz olan Allah seçməlidir. Bəli. Bu rububi təvhidə əsasən, qanunvericilikdə təvhidə əsasən, rububiyyətdə təvhidə əsasən gərəkdir ki, Allah seçsin. Bu insanın həyatın, siz də buyurdunuz, insanın fərdi və ictimai həyatının idarəçiliyi bir şəxsdə olmalıdır ki, Allah onu bizim üçün seçib. Bəli. Çünki əgər Allah seçməsə, insanlar özü seçsə, o vaxt olur, onun elədiyi idarəçilik qəsbkarcasına olur. Bəli. Daha ilahi bir idarəçilik olmur. Bəli. O dünyəvi idarəçiliklə ilahi idarəçiliyində fərqi bundadır. Bəli. Məsələn, Vahabilər bizim ölkədə şüar verirlər, təvhid. Bəli. Gəlib amma özləri hakimiyyətdə təvhiddə şirkə yol verirlər. Obrazlarda ki, onlar təvhidləri yoxdur ümumiyyətlə bunların. Bunlar zahirdə təvhid deyirlər, dillərinə düşüb. Amma fakt budur ki, biz görürük ki, bunlar hakimiyyətdə təvhiddə şirkə yol veriblər. Deyirlər ki, Allahdan başqa, yəni əgər bir nəfər zalım da olsa, fasik də olsa, nə bilim, insanları öldürən zalim bir dənə padşah da olmuş olsa, Allahın düşməni də olsa, amma biz ona itaat eləməliyik. Biz ona itaat etməliyik. Bizim hakimimizdirsə, biz ona itaat etməliyik. Belə deyil axı. Yəni ağıl da bunu inkar edir. Bu qanunvericilik kim tərəfindəndir? Bu ki, filan kəs mənim vəlimdir, mənim rəhbərimdir. Bu qanunvericiliyi kim təyin edib? Əgər Allah tərəfindəndir, bəli, qəbul edilməsin. Əgər Allah tərəfindən deyilsə, qeyri-ilahi qanunvericiliyi necə olar ki, özünə vacib biləsən və ona itaat eləməyi də vacib biləsən? Bəli. Bu təvhiddə problemdir də, təvhiddə problem yaranır. O qanunvericilikdə təvhid ki var, rububiyyətdə təvhid var, problemlidir. Yəni sözümüz xülasə budur ki, yəni vilayət çox mühüm bir məsələdir İslamda və Qədirxum bayramının da əhəmiyyəti məhz Həzrət Əli əleyhissalamın vilayətinin əhəmiyyətli olmasına görədir. Bəli. Mənim fikrim budur ki, bu günləri müsəlmanların məsihlərdən geri qalıb, bəzi elmi məsələlərdəki deyirlər geri qalıb və bəzi elmi icadları ki, onlar bizdən önə keçiblər. Mən şəxsən gəldiyim qənaət budur ki, bu günləri müsəlman aləminin bu cür zəif düşməsi və məsihilər, yəhudilər tərəfindən zülmlərə məruz qalmaların əsl kökündə Həzrət Əli əleyhissalamın vilayətinin qəbul olunmaması, kölgəyə aparılması, inkar olunması və gizlədilməsi durur. Tam razı. Yəni o vaxt ki, məsələn, Muaviyə başladı bunun kökünü qoydu da, birinci demək olar. Ondan qabaq da bəzi sahabələr ki, Həzrət Əleyhissalamla müxalifətçilik elədilər. Lap şiddətli formasını demək olar ki, artıq Muaviyyədə özünü göstərdi. Lap şiddətli forması Muaviyyədə özünü göstərdi və Həzrət Əleyhissalamın vilayəti ki, inkar olundu, hakimiyyəti qoymadılar hakimiyyət eləsin, insanlara ədalətli hakimiyyət eləsin. Ondan sonra artıq şahlıq dövrləri başladı müsəlmanlar arasında. Atadan oğula və Allah tərəfindən təyin olunmamış şəxslərin hakimiyyəti. Yəni atadan oğula keçə bilər hakimiyyət, amma Allah tərəfindən təyin olunur o. Allah seçir onu. Məsələn, İmam Həzrət Əlidən sonra İmam Həsən Allah tərəfindən təyin olunur. Bunun problemi yoxdur. Amma bir halda ki Allah təyin eləməyib, sən özün gəlib
bir dənə fasik, şəhvətpərəst bir insanı nə var sənin oğlundur, gəlib hakimiyyətə qoyursan, ondan sonra da daha artıq 1400 il və ələl-İslamı səlam. bəli, ondan sonra da Fatihəsi oxunur. bəli, İslamın Fatihəsi oxunur. 1400 il daha artıq fasik, zalım, şərabxor, qumarbaz, gecə gündüz ancaq qadınlarla başını qatan bir insan gəlir hakimiyyətə ölkələrdə və bütün müsəlmanları da bədbəxt eləyir, inkişafının qarşısını alır. Hətta bir nəfər bu günləri potensialı var, yaxşı universitet oxusun, yaxşı elm öyrənsin, müəyyən ixtiralar eləsin. Bu zalım hakimiyyətlər ki, Yahudilərin və xristianların belə deyək, təsiri altında özlərini əzilmiş görürlər bu hakimlər. Bunlar şərait yaratmırlar öz xalqlarına ki, xalqlarında olan potensiallar qabarsın və xalqlar öz elmi səviyyələrini qorusun, inkişaf eləsin, ixtiralar eləsinlər. Sözünüzə qüvvət Qədirxum hadisəsinə gərək fərqli yanaşaq və bu günümüzə tətbiq edək. Bu mübarək hadisə bəşəriyyətə təqdim olunan ilahi rəhbərlik modeli idi. İlahi rəhbərlik modeli idi və əgər bu siz də buyurdunuz, bu ilahi rəhbərlik modeli inkar olunmasaydı, ilahi vilayət silsiləsi bu günümüzə qədər davam etsəydi, təbii ki, nə təkcə müsəlman aləmində bugünkü problemlər, bütün bəşəriyyətdə mövcud problemlər aradan gedəcəkdi, həll olacaqdı. Bunu nəyə əsasən deyirik? Çünki ilahi rəhbərçiliklə qeyri-ilahi rəhbərçilik, qeyri-ilahi idarəçilik bir-biri ilə tamamilə fərqlənir. Yerlə göy qədər bir-biri ilə fərqi var. Biz bir neçə, yaxşı olar ki, biz bir neçə bu fərqə, fərqli xüsusiyyətə izah verək və günümüzə tətbiq edək. Baxın, ilahi rəhbərçilikdə insan gərək nə zülm edə, nə də zülmə təslim ola, nə də zülmə boyun əyə. Bu eyni ilə Quran məntiqidir. Allah Taala Quranda buyurur: "La yəzlimun və la yuzlamun." Bir dəstə qeyrətli bəndələrim var ki, nə zülm edirlər, nə də zülmə boyun əyirlər. Qədirxum günündə belə bir Quran məntiqli şəxsiyyət olan İmam Əli bəşəriyyət üçün imam və rəhbər təyin olundu. Əli əleyhissalamın mübarək sözlərində var, eyni ilə Quran məntiqlidir. Həzrət buyurur, bütün dünyanı mənə verərlər. Bir qarışqa ki, ağzında yem aparıra, ona zülm edib, yəni azacıq da zülm edib, onu onun ağzından almaram. Yəni bir qarışqaya da mən zülm etmərəm. Əgər bugünkü günümüzdə İmam Əli əleyhissalamın vilayəti, yəni ilahi rəhbərlik modeli dünyanı idarə eləsəydi, yəqin bilin ki, Epstein faciələri baş verməyəcəkdi. Yəqin bilin ki, bu günümüzdə ölkələrə zalimlər hakim olmayacaq. Bəli. Yəqin bilin bugünkü günümüzdə yüksək məbləğdə pullar insanların sülh və əmniyyətinə görə xərclənməyə əvəzinə silaha və insanların qırğınına, insanların soyqırımına xərclənməyəcəkdir. Yəqin bilin ki, nahaq yerə kimlərsə məhbus olmayacaqdır. Yəqin bilin bir dəstə ağa kimi, sair insanlar isə qul, nökər kimi yaşamayacaqdır. Əgər mövzuya ölkəmiz səviyyəsində yanaşsaq, Qədirxum hadisəsindən doğan ilahi idarəçilik və ilahi rəhbərçilik ölkədə icra olsaydı, 100% bugünkü günümüzdə olan müşahidə etdiyimiz sosial təbəqələşmə olmayacaqdı. Ata-analar ki, iqtisadi durumlarına görə ailə üzvləri yanında xəcalətlidir, bu olmayacaqdı. Narkomaniya, yeniyetmələrin pozğunluğa, iffətsizliyə sürüklənməsi olmayacaqdı. Fəsad mərkəzləri və kazinoların bu səviyyəyə gəlib çatması olmayacaqdı. Belə bir həddə kökündən olmayacaq. Nəinki bu səviyyə. Bu kökündən bunlar ümumiyyətlə kökündən olmayacaq. Yəni insanlar arasında bu şeylərin pisliyi, pis olması, mənfi olması insanlar arasında bəlli olacaqdı, bilinəcəkdi və insanlar öz xoşluğu ilə o şeylərdən uzaqlaşacaqdılar. Bəzən belə bir dənə təfəkkür formalaşdırılır ki, müsəlmanlar əgər Həzrəti Əli əleyhissalam gəlsəydi məsələn hakimiyyətə, ya peyğəmbər gəlsəydi, ya İmam Zaman ağa gələndə hakimiyyətə,
insanları məcbur eləyəcək ki, siz məsələn gedib filan işləri görməyin. İmam Zaman ağa gələndə o şeylərin pisliklərini, həqiqətini insanlara göstərəcək. İnsanlar özləri ilgənəcəklər o şeylərdən. Bəli. Bəli. Amma bu günlərin şeytan nə edir? Şeytan və şeytana xidmət edənlər gəlir bu kazinoların, bu şərabın, bu zinanın, pozğunluğun, xəyanətin üzərinə bir dənə kölgə çəkir və onu insanlara gözəl göstərir, gözəl tanıtdırır. Və insanlar da elə bilirlər ki, burada ləzzət var, keyf var, gedirlər ora tərəf, bir müddət sonra öz həyatlarından irgənirlər və intiharlar başlayır. Avropaya diqqət edin, Avropaya baxın, dünyada bəlkə də ən çox intihar olan ölkə Avropa ölkəsidir. Halbuki dünyada ən çox yəni qeydsiz və şərtsiz azadlıq elə Avropadadır. Amma intihar da Avropadadır. Niyə? İnsan xislətinin bir dənə xüsusiyyəti var. İnsan nəfsini və şəhvətini qeydsiz və şərtsiz yollarla təmin etsə, yenə də istəyəcək. Yenə də ardın istəyəcək. Və daha da pisini istəyəcək. Bugün Epstein buna işarədir ya. Bugün Epstein hadisəsi ki, hələ dünyada olan cinayətlərin açılmış hissəsidir. Yəni pərdə üzərindən çəkilmiş hissəsidir. Nə qədər pərdə arxasında qalan cinayətləri var ki, hələ açılmayıb bilinmir. Bir damcı pərdə açdılar öz cinayətlərin üstündən müəyyən daxili ixtilaflarına görə deyək, ya nəyəsə görə deyək. Bəli. Biz gördük ki, artıq bunlar o qədər fəsadlara gedib çatıblar. Azadlığın nəticəsi budur. Budur sən gedib oğlan uşağına meyl eləyəsən, körpə qız uşağına meyl eləyəsən. Bəli. Budurmu? Yəni azadlığın sonu. Qeyri-ilahi idarəçilikdə bunlar normal qarşılanır. Sözümün davamında bunları əlavə edim ki, əgər ilahi rəhbərlik modeli ölkədə icra olsaydı və ilahi vilayət silsiləsi bu günümüzə qədər davam etsəydi, ölkədə aclıqdan və maddi problemlərdən korluq çəkənlər olmayacaqdı. Ölkənin cavanları narkomaniyaya, iffətsizliyə yoluxmayacaqdı, sürüklənməyəcəkdi. Fəsad mərkəzləri, kazinolar bu həddə çatmayacaqdı, ümumiyyətlə olmayacaqdı. Və bir də neft, qaz, bizim ölkə neft, qaz, qızıl mədənlərinə malik bir ölkədir. Belə bir ölkədə insanların böyük kəsimi işsizlikdən ya işsizlikdən əziyyət çəkirlər ya da fəhləçilik eləyib gecələri ac yatırlar. Bunlar olmayacaqdı. İlahi vilayət sistemi əgər icra olunsaydı, bunlar olmayacaqdı. Və başqa bir xüsusiyyəti də var. Əgər sözünüz varsa siz əlavə edin, mən başqa bir xüsusiyyətə də toxunacağam. Bu məsələlər ki, siz buyurdunuz, ümumiyyətlə adam elə tarixə baxanda, peyğəmbərlərin hətta tarixinə baxanda və ölkələrin tarixinə baxanda biz görürük ki, sanki tarix hər əsrdə oxşar olaraq təkrarlanır. Bəli. Məsələn, o vaxtı Hz. Musa peyğəmbərin dövründə Bəl'am Bavr adında bir nəfər var idi. Bəli. İsm əzəm bilirdi, duası qəbul olurdu, öz cəmiyyətində bir ağsaqqal kimi tanınırdı. Allah dərgahında əvvəllər çox böyük məqama yiyələnmişdi. Musa peyğəmbər qoşun gətirir. Öz qoşununla gəlir bir məntəqəyə, müharibəyə. Bəli. Bu məntəqənin adamları gedirlər Bəl'am Bavrın yanına, deyirlər ki, bizə kömək ilə, dua ilə Allaha, Musa peyğəmbərə bəla versin. Biz qalib olaq. Bəl'am Bavr deyir, siz nə danışırsınız? Bu mələklər var bunun qoşunun başında. Allah peyğəmbəri ilə mələklər gəlir. Mən necə onlara bəddua oxuyum zat. Bu cür. Hər halda bu Bəl'am Bavranı arvadı vasitəsilə yoldan çıxardırlar. Arvadı bunu razı salır, gedir lənət oxumağa, lənəti alınmır. Nəsə orada hadisələr baş verir, mən uzatmaq istəmirəm. Dili it kimi çıxır, sallanır, duası qəbul olmur. Axırda deyir, mən bədbəxt oldum. Bu qövmə deyir. Mən bədbəxt oldum da, mənim duam qəbul olmayacaq. Dünyamı da satdım, axirətimi də. Amma xüsusə bir dənə şey öyrədirəm. Bunu icra edin Musa peyğəmbərinin ordusunun arasında, qövmünün arasında. Siz qalib olacaqsınız. Deyir, neyniyək? Deyir ki, öz xanımlarınızı gözəlləşdirin, bəziyin və əllərinə satdıq bir şeylər verin. Göndərin Musa peyğəmbərin qoşunun arasında özlərini göstərsinlər və təqdim eləsinlər həmin satdığı malları. Və əgər Musa peyğəmbərin ordusunda hər kim bu xanımlarla çox üzr istəyirəm, zina etmək istəsə, o xanımlar razılıq bildirsinlər və zina etsinlər. Bununla onlar məhv olacaqlar. Fəsadı yaymağı istəyirlər, öz əhəvlərinə çatsınlar. Və xanımlar gəlirlər,
Musa peyğəmbərin qövmünün arasında özlərini göstərirlər və bir nəfər Zərmi ibn Şəlum adında Musa peyğəmbərin ordusunun o kiçik komandirlərindən biri yapışır qızların birinin əlindən, gəlir Musa peyğəmbərin yanına. Deyir: "Ey Allahın peyğəmbəri, ey Musa, sən deyir, bilirəm deyir, bu xanımla deyir, zina etməyi mənə haram eləyəcəksən. Amma mən sənə deyir, sözümə qulaq asmıram. Heç qulaq asmayacağam da. Gedəcəm mən bu qızla zina eləyəcəm." Gedir, üzr istəyirəm, öz xeyməsində bu xanımla zina eləyir. Və tarixdə yazırlar ki, bir saat ərzində taun xəstəliyi Musa peyğəmbərin ordusunu bürüyür və neçə min nəfər insanlar Musa peyğəmbərin ordusunda dünyasını dəyişir, xəstəliyə tutulurlar. Və bundan sonra bir nəfər, Musa peyğəmbərin komandirlərindən bir nəfər gedir, qılıncla həmin adamı öz xeyməsində öldürür. Ondan sonra bu xəstəlik, bu bəla ordudan götürülür. Və bu hadisənin eynisi elə Əndəlüsdə də baş vermişdi. İspaniya, bilirsiniz ki, bir zamanlar İslam hakimiyyəti tabeçiliyində idi və İslam ölkəsi sayılır, İslam məntəqəsi sayılırdı. Avropalılar gördülər ki, artıq burada İslam get-gedə genişlənir və bütün Avropaya yayılmağa başlayır. Çünki bizim Əndəlüsdə ariflərimiz, filosoflarımız olub ki, ideologiya sahibləri olublar. Və artıq get-gedə İslam genişlənir və Avropaya yayılmağa başlayır. Başladılar Əndəlüsdə fəsadı, şərabı, pozğunçuluğu və qadınlarla azad münasibəti adiləşdirməyə və sadələşdirməyə. Və xanımları gözəlləşdirdilər. Həmin o yəhudilər ki, həmin o qövm ki, Musa peyğəmbərin ordusuna qarşı bu işi gördü. Əndəlüsdə də bu hadisə icra olundu. Hazırda da dünyada da həmin siyasət gedir. Xanımları gözəlləşdirdilər Əndəlüsdə. Yavaş-yavaş müsəlmanlar öz ruhiyyəsini əldən verdilər. Öz mərdliklərini, öz ruhiyyələrini, öz imanlarını əldən verdilər. İman oldu zahirdə. Bir müddət sonra artıq Avropalılar rahat şəkildə Əndəlüsü işğal elədilər və müsəlmanlara orada zülm etdilər. Yəni bu günləri də həmin siyasət və həmin tarix təkrarlanır. Bu gün mən şəxsən məsələn yadınızdadsa əgər bir neçə illər bundan qabaq ki biz hələ gənc idik, ölkəyə Braziliya serialları gətirildi. Argentina serialları gətirildi. Ölkəyə saqqızların içindən kağızlar çıxırdı, üstündə lüt qadınlar. Nə bilim, ondan sonra televiziyalarda bəzi bəzi pozğun filmlər, pornoqrafik filmlər artıq verilirdi, insanlar baxırdılar. Bununla da artıq cavanlarda yetkin ayılmalar başlayırdı. Yəni bir cavanda ki yetkin ayılma başlayır. Bir cavan ki məktəbdə dərs oxuyur ya, bunun zehni əks cinsdə qalıb. Bəli. Bu necə dərs oxuyacaq? Bu necə fikrini cəm eləyəcək? Dərs oxumaq üçün, yaxşı dərs oxumaq üçün, yaxşı elmə sahib olmaq üçün gərək sənin zehnin, diqqətin yerində olsun. Bir insanın ki hormonları tez inkişaf eləyir, seriallar, digər barlar, diskotekalar vasitəsilə hormonlar insanlarda gənc yaşından tez artıq özünü büruzə verir, inkişaf eləyir və əks cinsə qarşı bunda artıq şəhvət hissləri şiddət halı alır. Bu məktəbdə necə fikrini cəm eləyib dərsini oxuyacaq? Sən ki bu günləri Azərbaycanda hicabı qadağan eləyirsən, gəl ən yaxşı, əgər həqiqətən də hicabı qadağan eləməkdə sən niyyətin təhsili inkişaf elətdirməkdirsə, nə dünyəvi, nə elmi, nə dini qayda əsasında belə bir qayda yoxdur ki, kimsə gəlib desin ki, hicab dərs oxumağa, elm öyrənməyə maneədir. Məgər gözünü, qulağını bağlayır hicab. Bəli, çox gözəl buyurdunuz. O bəhanələrdən biri budur ki, hicab təhsilə maneədir. Hicab əgər təhsilə maneədirsə, onda qış aylarında qalın paltarlar geyinir. Təqribən elə hicab həddində geyinirlər. Paltonlar geyinilir, papaq qoyulur. Qısası bir hicab həddində insanlar paltar geyinir. Qış aylarında onda gərək təhsili oxumaq mümkün olmasın və ya qış aylarında uşaqlar təhsili başa düşməsin və biz də mane olsun və biz də gərək təhsil sistemində gərək qış aylarında ümumiyyətlə dərsləri tətil eləsin. Və əgər tətil eləməsə, onda içəridə heç kim paltonla, papaqla oturmağa heç kim üçün icazə olunmasın. Bunlar bəsit bir şeylərdir, gülünc bir bəhanələrdir ki, heç bir məsələyə, heç bir dəlilə əsaslanmayan gülünc bir bəhanələrdir.
Mənə elə gəlir ki, əslində hicab qadağası ki, məsələn bu günləri ölkədə insanlara çıxıb müəyyən fikir yeridən insanlar ki var, özlərin mütəfəkkir kimi göstərməyə çalışırlar. Daha doğrusu onları cəmiyyətə mütəfəkkir kimi sıramağa çalışırlar. Və özləri də danışanda baxırsan ki, məntiqsiz sözlər danışırlar. Məsələn çıxıb deyir ki, bu günləri hicab taxmaq, çarşab taxmaq İranın siyasətidir Azərbaycanda. Yəni bu günləri İran istəyir ki, Azərbaycanda çarşablıları çoxaltmaqla dünyaya göstərsin ki, yəni baxın bizim təsirimiz Azərbaycandadır, Azərbaycan da bizimdir, Azərbaycan bizim təsirimiz altındadır. Bu gün orada da çarşablı, hicablılar var. Bu Azərbaycan xalqının tarixini oxuyan bir adam bu sözü deyə bilməz. Əgər Azərbaycan xalqının keçmişindən xəbərin varsa sənin, şəxsən mənim nənəm 92 yaşında təqribən rəhmətə getdi. Mənim nənəm yox, anamın nənəsi. Bizə gələndə çarşabda gəlirdi. Həmişə gəlirdi bizə çarşabda, namazını da qılırdı. Onda o da İranın təsirinə düşmüşdü. 70 il SSR-nin dövrünü görüb İngilislərin hücumuna qədər görmüşdü Lənkərana. Ki gəlmişdilər, hücum eləmişdilər. Ona qədər görmüşdü mənim o nənəm. Danışırdı ki, mən İngilislərin hücumunu belə görmüşəm. Yəni 92 yaşında, hələ mən neçə il bundan qabaq 92 yaşında rəhmətə gedib həmin nənəm. Mən özüm onun şahidi olmuşam ki, çarşabda gəzirdi, gəlirdi bizə. Və yaxud da bizim filmlərimiz ki, qədim filmlərimiz ki var. Qədim filmlərimizə baxanda görürük ki, çarşabda çəkiliblər. Hətta Mətanət bacı filmi ki var. Orada xanım çarşabdadır, Mətanət bacı çarşabda çıxır çölə. Məşədə İbad, Aşım Malçı. Məşədə İbad və digər filmlərimiz və hətta qoyaq bunu kənara, Azərbaycanı qoyaq kənara. Ümumiyyətlə hicab Azərbaycan xalqı üçün yad geyim deyil, dini geyimdir, iffət geyimidir, iffət zinətli bir geyimdir. Və xalqımız İslam dininə çox böyük dəyər verdiyi üçün bu paltarı özü üçün müqəddəs bilir. Bundan istifadə edir. Bu yad geyim deyil. Buna yad deyənlər yaddır. Bəli. Yəni o şəxslər ki deyirlər hicabla sən hicab geridə qalmış paltardır, hicabı geyinibsən, geridə qalıbsan, yaxşı sən çılpaq olub hansı qələt eləmsən? Bəli. Çılpaq olub, məgər kosmosa uçubsan, peyk düzəldibsən, raket düzəldibsən, hansı bir qələt eləyə bilibsən? Zubati istehsal eləmirsən ölkələr. Bəli. Sən ki hicabsızsan, aftafa deyirsən, hətta aftafanı da alırsan. Aftafa da düzəldə bilmirsən. Bəli. Hətta məsələn, onlar ki deyirlər ki, çarşab nə bilim Azərbaycana İran tərəfindən yeridilir, geydirilir. Mən bir dəfə bir film gördüm. İngilis kralı öz xanımına çarşab geyindirmişdi. Belə yəhudilərin özü. Yəhudilərin özündə belə. Yəni çarşab geyinirlər. Ümumiyyətlə bu çarşab libas qədimdə bayaq ki biz işarə elədik. Bu zalım insanlar ki gəldilər yer üzündə müstəmləkə sistemini qurdular, yaratdılar. Artıq dünyanın idarəsini əllərinə almağa çalışdılar və öz hökmlərini ölkələrə yürütməyə başladılar. Bura qədər demək olar ki, çarşab, hicab sadə insanlar arasında adi geyim idi. Bunlar ki müstəmləkə sistemini artıq dünyada formalaşdırdılar və indi müasir şəkildə yürüdürlər. Bu müstəmləkə siyasətinin nəticəsindədir ki, çarşab geyimi geridə qalmış geyim kimi təbliğ olunmağa başlayıb. Yoxsa biz dünənə qədər çarşablı xanımlarımız, analarımız, bacılarımız çarşablı olub və nəsillər qorunub. Yəni sözümün xülasəsi budur ki, çarşab, hicab bizə yad ünsür deyil. Bizim ölkəmizin, bizim xalqımızın milli və mənəvi dəyəridir və hər kim buna zidd çıxırsa özü yad ünsürdür və bizim xalqımızın milli və mənəvi dəyərlərinə düşməndir. Bəli. Siz çox gözəl bir məqama toxundunuz ki, insanlar təhqir olunur və bu təhqir olmaq yolu ilə iffətsizliyə sürüklənmən yolu ilə bəzi batil qüdrətlər öz hədəfinə çatır. Bəli, qeyri-ilahi idarəçilikdə bu normal qarşılanır və məqsəd yönlüdür bunlar. Amma ilahi rəhbərçilikdə, ilahi vilayət və ilahi rəhbərçilikdə bunlar qadağandır. İlahi rəhbərçilikdə insan izzət sahibidir. İnsan izzətli bir məxluqdur. Allah Taala Quranda buyurur: "Və ləqəd kərramna bəni Adəm." Biz bəni Adəmi kəramətli etdik.
kəramətli yaratdıq, izzətli və ehtiram möhtərəm yaratdıq və onların potensial baxımından möhtərəm yaranıb və bu dünyada qanun, Allah Taala bu dünyada insana, bəşərə qanun yollayıb ki, o ehtiramın qorusun, saxlasın, təhqir olmasın. Ona görə də ilahi rəhbərlikdə, ilahi rəhbərçilik və ilahi rəhbərlik və ilahi idarəçilikdə insan möhtərəm bir varlıqdır. İzzətli bir varlıqdır və gərəkdir onun izzəti qorunsun. Bunun əksinə olaraq qeyri-ilahi idarəçilikdə insan möhtərəm sayılmır ki, heç, hətta təhqir olunur. Hətta öz haqlarını tələb edəndə təhqir olunur. Gündəm mövzulardan biri, siz də yəqin ki izləmisiniz, rast gəlmisiniz. Gündəm mövzulardan biri uşaq pulu mövzusudur. Çox böyük gündəm aldı. Deməli bir nəfər çıxdı, bir nəfər deputat çıxıb əsassız sözlər dedi və məntiqi də bu idi ki, əgər uşaq pullar verilsə, atalar tənbəl olacaq, passiv olacaq, iş görməyəcəklər. Bu da geriləmə deməkdir. Deməli buna əsasən, bu məntiqə əsasən gərəkdir ki, uşaq pulları verilməsin. Uşaq pulları versə bunlar passiv olacaq, iş görməyəcək, geriləmə olacaq. Bu məntiqsiz məntiqə əsasən biz də deyirik ki, onda gərək deputatların da pulları verilməsin. Deputatlara pul verilsə, onlar harınlayacaqlar, gəlib belə kobud rəftarlar edəcəklər, sözlər deyəcəklər, əsassız sözlər deyəcəklər və xalqın haqların əlindən alacaqlar. Halbuki onların vəzifəsi xalqın haqlarını müdafiə eləməkdir. Xalqın sosial, ictimai problemlərini həll eləməkdir. Amma gəlirlər elə bir söz deyirlər ki, uşaq bu günləri xalqın böyük bir kəsimi pulu yoxdur, ac yatır. Necə olur ki, sən bunun qaydına qalmırsan, bu uşaq pulu tələb edəndə sən deyirsən ki, yox, uşaq pulu versəm sən tənbəl olacaqsan. Sanki elə bil uşaq pulu verməklə istəyir, uşaq pulu verməməklə istəyir bunları ümumiyyətlə qırıb aradan aparsınlar. Bir dəstədə bundan da pis, bilirsiniz hansı hadisə baş verdi. Bir dəstədə tapıldı. Bu şəxsləri başladı müdafiə eləməyə. Yəni bu məntiqsiz məntiqləri müdafiə elədi ki, bəli, uşaq pulu verilsə, insanlar, atalar tənbəl olacaqlar, iş görməyəcəklər və bu da geriləmə deməkdir. Mən bilmirəm bunlara nə deyək, bunların adını nə qoyaq. Bunlar sanki sair qüvvələrə işləyirlər, xalqa düşmən olan bir qüvvələrə işləyirlər. Hansı bir, məsələn, indi təsəvvür elə, erməni və yəhudi istəyər ki, uşaq pulları verilməsin. Çünki bu xalqın düşmənidir. Sən də eyni məntiqi irəli sürürsən, desən uşaq pulu verilməsin. Bu xalqın düşmənləri istəyər ki, uşaq pulu verilməsin, xalq acınacaqlı yaşasın və ümumiyyətlə bir qarnının fikrində olsun, ölkənin inkişafının fikrində olmasın. Bunu düşmən istəyir, sən də gəlirsən eyni məntiqi sürürsən, eyni məntiqlə yanaşırsan məsələyə. Bunların adını nə qoyaq? Şeyx, mən də sözünüzə qüvvət olaraq bir də məsələyə toxunum. Ümumiyyətlə bunlar elə bir ünsürlərdir ki, lazım olanda gəlirlər Avropalaşmaqdan danışırlar. Deyirlər ki, Avropalaşaq, Avropa nə bilim müasirləşək, Avropa inteqrasiya eləyək filan bəsməkan. Görəsən bunların xəbərləri varmı ki, Avropada uşaqlara uşaq pulu verilir? Bəli. Əgər yəni sanki hicab məsələsi olanda deyirlər ki, Avropalaşaq. Əvvəla Avropa ölkələrində hicab azadlığı var. Bu cəhətdən də sən Avropalaşmış sayılmırsan. Mən demirəm Avropalaşaq. Mən özüm şərq mədəniyyətini sevirəm. Mən özümü şərqli bilirəm. Yəni şərq mədəniyyətində o qədər gözəlliklər var ki, heç ehtiyac yoxdur mən Avropalaşım, Avropa inteqrasiya edeyim. Əgər mən həqiqətən də yəni bizim keçmiş alimlərimiz olub ki, nə qədər insan dünyaya töhfə veriblər, elmi ixtiraları olub bunların. Və biz əgər öz şərqliyimizi qoruyub saxlaya bilsək, nə qədər yəni öz şəxsiyyətimiz, bizim Azərbaycanlıların şəxsiyyəti, həqiqi kimliyi şərq mədəniyyətində yoğrulub. Sən hey bu gün gələsən bizi Avropaya tərəf çəkəsən ki, biz məcbur Avropalaşmalıyıq, lap yaxşı. Mən demirəm Avropalaşmaq məsələsini köklü şəkildə qoyaq kənara. Avropanın müsbət cəhətləri ki var, o cəhətləri bəli, biz də
götürək özümüzdə tətbiq edək müsbət cəhətlərini. O ki, ümumi olaraq Avropalaşmaq yox, biz şərqliyik. Amma müsbət cəhətləri ki var Avropada, o müsbət cəhətləri ki, məsələn, dəqiqlik, istehsal, ölkədə istehsalın olması. Ölkədə istehsal olsun. Nəyə görə bir nəfər zubatiska istehsal edə bilmir? Gedir onu xarici ölkədən alır, gətirir, ölkədə satır. Niyə kibriti mən xarici ölkədən alıb gətirməliyəm? O ölkədə istehsalat olsun da. Biz deyək ki, məsələn, biz Almaniyaya istehsal cəhətindən inteqrasiya edirik. Bəli. Nəyə görə məsələn ancaq soyunmaqda, ancaq pozğunluqda, ancaq barlarda, şərab evlərinin açılmasında? Bəli. Niyə bunda ancaq bu məsələyə gələndə Avropanı siz misal çəkirsiniz? Amma pensiya məsələsinə gələndə cəmaətin kişisinə deyirsən ki, hər kim pensiya tələb, uşaq pulu tələb eləsə, o pozğun kişidir. Bu nə sözdür? Bu Azərbaycan kişisini təhqir eləmək. Sən kimsən ki, Azərbaycan kişisini təhqir edirsən? Sən məgər bu elin ağsaqqalısan? Sən kimsən, bu xalqın nəyisən ki sən? Özünü böyük hiss eləmirsən, gəlib cəmaata deyirsən ki, hər kim pensiya tələb eləsə pozğun kişidir. Yəni bu bir nəfər bu xalqın, bu millətin içindən bir nəfər boya başa çata çıxa ortaya gələn öz xalqını söyər. Bəli. Yəni buradan həqiqətən yad olmalısan. Bu xalqa düşmən olmalısan ki, bu şeyləri. Bəli, buradan yad ünsür, yəni iyi gəlir. Sanki bu insan bu xalqdan deyil. Bu xalqın yetirməsi deyil. Bir dənə yad düşmən bir dənə ellərdən gəlib girib bizim aramıza xalqın arasında fitnə fəsad salır. Bəli. Mən əvvəldə toxunduğum mövzuya bir də qayıdım və sanki vaxtımız da qurtarır, verilişin vaxtı. İlahi rəhbərçilik insana izzət verir, amma qeyri-ilahi rəhbərçilik insanı təhqir edir. İlahi rəhbərçilikdə azacıq da zülm etmək olmaz, zülmə təslim olmaq da olmaz, amma qeyri-ilahi idarəçilikdə ədalət ümumiyyətlə ancaq onların hədəfinə qulluq edən bir anlayışdır. Harda öz hədəflərinə qulluq var, öz hədəfləri təmin olunur, orada onu ədalət anlayışı orada onlar üçün mənası var, amma harda ki yoxdur, mənası yoxdur. Ümumiyyətlə onlar üçün ədalətin mənası ancaq hədəflərdə qulluq deməkdir və bu mənada istifadə edirlər. Harda ki hədəfləri təmin olunur, orada ədalətdir. Harda ki olmur, onun adını zülm qoyurlar, onun adını özbaşınaçılıq falan qoyurlar və qanunla rəftar qoyurlar. Mən bu məsələni istirdim bir də toxunum ki, qeyri-ilahi rəhbərçilikdə siyasət budur ki, insanları təhqir etməlisən ki, sənə müti olsun. O toxunduğum mövzu ki var idi, xalqın təhqiri bu cəhətdəndir. İnsanları təhqir etməlisən, insanların şəxsiyyətini əlindən almalısan, ta müti və itaətçi edəsən. Buna görədir, bu siyasətdir. Bu qeyri-ilahi rəhbərlikdə bu normal qarşılanır. Ona görə də biz deyirdik ki, bu məsələni açmaqdan, izah eləməkdə məqsədimiz bu idi ki, əgər Qədirxum hadisəsində baş vermiş və bünövrəsi qoyulmuş, təsis olunmuş ilahi rəhbərlik modeli icra olunsa ölkədə zülm olmayacaqdır və insanların təhqirinə son qoyulacaqdır. Bu dediyiniz misallar, hadisələr olmayacaq. Ona görə belə bir nəticə almaq olar ki, Qədirxum bayramı bəli, nəinki şiələrin bayramıdır, bütün bəşəriyyətin, nəinki sünnilərin bayramıdır, bütün bəşəriyyətin bayramıdır. Əslində bütün bəşəriyyət Qədirxum barəsində araşdırma aparmalı, kitablar oxumalı. Qədirxum hadisəsi, yəni Qədirxumun mahiyyəti, əhəmiyyəti, vilayət, Həzrət Rəsulun vilayəti, İslam tarixi bu məsələləri araşdırmalı və nəticə ələ gətirməlidir ki, yəni bu günə qədər demək olar bütün hakimiyyət sistemləri dünyada tətbiq olunub və heç biri də müvəffəqiyyətə çatmayıb. Hər biri də gəlib bir şey düzəltmək istəyib, bir şey korlayıb. Bugün bütün bəşəriyyət 12-ci imamın zuhuruna hazırlaşmalıdır və Qədirxum məsələsini araşdırmalıdır. Və sonda mən istərdim Azərbaycan xalqının həqiqi kimliyinə işarə olsun deyə
və Azərbaycan xalqının şəxsiyyətinin Əhl-i Beytlə yoğrulmasına işarə olsun. Bizim milli və mənəvi dəyərlərimizin Həzrət Əli əleyhissalamın vilayəti ilə yoğrulmasına işarə olsun deyə Məhəmməd Füzulidən Həzrət Əli əleyhissalamın vilayəti barəsində bir dənə şeir oxuyum. Ki Həzrət Məhəmməd Füzuli bilirsiniz ki, qəbri Kərbəladadır. İmam Hüseyn əleyhissalamın hərəminin girəcəyində, qapının böyründədir və özü Əhl-i Beyt şairi olub, özü böyük şair olub, hətta filosof olub, böyük alim olub və Həzrət Əleyhisselam barəsində bir şeirini elə oxuyaq. Bugünkü verilişimiz də sona bitsin. Bugünkü verilişimiz də sona çatsın. Məhəmməd Füzuli buyurur ki, fərzdir kim ola siğar-ı kübar, mail-i hübbi Heydər kərrar. Deyir, vacibdir balaca, böyük kim olur olsun, hamıya vacibdir ki, Həzrət Əlini Heydər Kərraran məhəbbətinə meyilli olsun, sevsin onu. Bəli. Onun üçün demiş Rəsulullah, Həzrət Həqqə valimən valah. Və deyir, sənin şənündə deyir Peyğəmbər ki, ya Əli, Allaha, Peyğəmbər Allaha deyib ki, ilahi, Həzrət Əlini sevəni sən də sev. Ey ki, lütfi ilaha talibsən, ruzi məhşər, nəcatə rağibsən, olma ol şahə düşməni bədxah, hədəfi tiri adəmən adah. Deyir, ey o kəs ki, Allahın lütfünü axtarırsan və qiyamət günündə nicat tapmaq istəyirsən, o şaha, o Həzrət Əliyə düşmən olma. Bəli. Düşmən olma ki, Peyğəmbərin bir sözü var, deyir, ilahi, adimən adah, hər kim onunla düşmənçilik edirsə ilahi, sən də onunla düşmənçilik et. Peyğəmbər Allaha buyurur ki, ilahi, hər kim Həzrət Əleyhisselamla düşmənçilik edirsə, sən də düşmənçilik et. Deyir, sən onunla düşmən olma gələn ki, Peyğəmbərin bu sözünün oxuna tuş gəlməyəsən. Bəli. Yəni, adimən adah sözünün oxuna tuş gəlməyəsən. Çox gözəl. Onun üçün deyir ki, ey ki lütfi ilaha talibsən, ruzu məhşər nəcatə rağibsən, olma ol şahə düşməni bədxah, hədəfi tiri adimən adah. Yəni, adimən adah kəlməsinin oxuna tuş gəlmə. Yəni, Həzrət Əli ilə düşmənçilik eləmə, Qədirxumla düşmənçilik eləmə. Ona görə də Azərbaycan xalqının xəmiri Qədirxumda yoğrulub. Biz Azərbaycan xalqından təmənnamız budur ki, hər yerdə Qədirxum bayramları keçirilsin. Qədirxum bayramı Qurban bayramından, Ramazan bayramından heç də geri qalmır və Qədirxum hətta bir neçə səbəbə görə üstündür. Hətta bir neçə səbəbə görə də üstünlüyü var. Çünki vilayət bayramıdır. Dinin təməl prinsiplərinə söykənən bir bayramdır. Amma Qədirxum, amma Qurban bayramı, orucluq bayramı isə dinin furu dinindən olan, nəinki təməl prinsiplər. Bəli. Bu qəbuldur. Düzdür, öz yerində. Hər bir halda, yəni bizim təmənnamız budur ki, Azərbaycan xalqından və cümlə müsəlmanlardan ki, Qədirxum bayramını əzəmətli şəkildə qeyd etsinlər. Hər yerdə, evdə, hər yerdə Qədirxum xatirəsinə müəyyən əlamətlər, şüarlar olsun evlərdə. Uşaqlarımız Qədirxum tərbiyəsində, Qədirxum ruhiyyəsində tərbiyələnsinlər, Həzrət Əli eşqi ilə tərbiyələnsinlər və xalqımızdan təmənnamız budur. Bu buyurduğunuz şeirdən bu cümlə başa düşülür ki, mərhum dahi şairimiz Məhəmməd Füzuli buyurur ki, İmam Əli əleyhissalam elə bir şəxsiyyətdir ki, Allah sevib onu, siz də onu sevin və Allah düşmənləri ondan düşmənçilik eləyib, siz ondan düşmənçilik etməyin. Bu günləri istəyirəm bu cümləyə əsasən bir cümlə deyəm əziz xalqımıza. Mərhum dahi şairimiz əgər bu günləri olsaydı, mütləq bu cümləni deyəcəkdi ki, ey əziz Azərbaycan xalqım, bu günləri Əli əleyhissalamın Qədirxum bayramın möhtəşəm qeyd edib təbliğ etməklə Allahın dostunu dost bilin və bu işinizlə Allahın düşmənlərin məyus edin və naümid edin. Gözəl sözdür. Bəli. Allah köməyimiz olsun.
Həqiqətən gözəl Allah sözdür. sizdən razı olsun. Yəni düşünürəm daha bu qədər kifayət edər. Həm izləyicilər də yorulmasınlar və hər birimizi inşallah Allah dünya və axirətdə Həzrət Əleyhisselamın vilayətinə ayrı salmasın. İnşallah gələn verilişlərdə bir daha görüşərik.